Ceyranbatanda kanaldan 2 meyidi tapılıb. Belə ki, hadisə qarşısında durduğumuz bu kanalda, Samir Abşeron kanalında qeydə alınıb. 1983-cü il təvəllüdlü Elgiz Axundovun meyidi yaşadığı əraziyə yaxın olan elə bu kanalda sakinlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə məlumat verilib. Həmçinin bildirilir ki, 4 gün öncə Elgiz Axundov balıq tutmaq adıyla evdən çıxıb və bir daha geri dönməmişdi. İlkin ehtimallara görə o kanalda boğularaq ölüb. Axundov Elgiz Elbrisoğlu ayın 4-dən axşamüstü balıq tutmaq adıyla evdən çıxır. Məlumatlara görə. Ayın 8-də bu günləri saat 2 radələrində uşaqlar polislər deyir ki, adam tapılır. Elə qohum əqrəb hamı yığışarıb, hamı buradadır. Özünüz gördüyünüz kimi yəni, burada kanalda meydi çıxıbdır. Bir oğlu bir qızı var, oğlu ruhi xəstədir. Özü atası da rəhmətə gedib, anası da rəhmətə gedib. Hazırda hadisənin dəqiq baş vermə şəraiti araşdırılır.